Şah İsmayıl həm özündən əvvəl, həm öz dövründə olan, həm də özündən sonraki dövlət adamlarından çox fərqlənmişdir. Ən əsas fərqi dindarlığıdır. Şah İsmayıl döyüş öncəsi dua və münacatla məşğul olardı. Məsələn, Aləmara-i Şah İsmayıl Səfəvi əsərində Ağqoyunlu Sultan Muradla döyüşdə uğur əldə etməsi haqqında maraqlı bir rəvayət danışılır. Belə ki, Osmanlılar tərəfindən dəstəklənən Sultan Murad həm say cəhətdən, həm təsisat cəhətindən çox üstün idi. Şah İsmayıl da bunun fərqində idi. Müəllif qeyd edir ki, gecə olanda Şah Kərbas məscidinə yollandı. Göz yaşı töküb Allaha münacatlar oxudu və Pərverdigarından kömək və mədət istədi. Müəllif davamında yazır ki, yuxuda İmam Əlinin ona qələbə müjdəsini verdiyini görən Şah İsmayılın qələbəyə inamı artır və bu röyanı qoşun qarşısında danışaraq onlara qələbə ruhunu təlqin edir və bu döyüşdə Şah İsmayılın qoşunu qalib gəlir.